Hər vaxtınız xeyir olsun, arkadaşlar da forvarda. Sanmam, sanki oyunda məntiqi sonluqlar istənilən kimi çatmırdı. Çünki ilk hissədə daha 3 real gol şansı var ki, yararlana bilmədiniz. Sırf bunun səbəbi nədir? Yəni, psixoloji cəhətdən hazır deyildilər, yoxsa bayramdan sonra belədinə bir fasilə, ziyan verib bir komanda belədinə bir çətin yaradıbdır. Sualım bundan bağlı, uğurlar sən növbət oyunda. Sağ olun, yox, düşünmürəm bu psixoloji, yəni psixoloji bilsə necədir. Fakt görsənirdi ki, oyunda üstünlük Neftçi tərəfində idi. Düz vurğulayırsan həm birinci hissədə və ikinci hissədə artıq biz soyunub geyinmə otağına gələndə rəqibin hücumlarının da qarşısını almaq, yəni orada həddindən artıq ciddi olaq. Görsənən o idi ki, uşaqlar bu tərəfdən də ikinci hissə düzəldilər və rəqibə moment vermədən iki dənə 100% ikinci hissədə də girdilər. Əsaslar olsun ki, burada son yenə də deyirəm, bu ustalıqla bağlı bir şeylərdir. Sən yəni bir məşqlə, bir şeylərlə ora kimi gətirib çıxarda bilərsən, amma orada sonunda seçim qapıcı ilə duran insanın seçimidir ki, necə vuracaq, nətər eləyəcək, hansı qərar verəcək. Biraz yenə deyirəm, Aleksin momentində bəxtsizliyi də ki, top qapıya girməyə əvəzinə gəldi, harasından keçdi bilmirəm. Buna görə üzüntülüyük, yəni bu qədər moment yaradırsan, biz bu günləri 4-5 moment, 100% moment yaradırıqsa, bu bizim xoş, yaxşı tərəfimizdir. Amma yenə də deyirəm, həyatı qol vurmayıb bu günləri xal itirmək və əlbəttə ki, bizi üzür. Samuel, oyunun sonlarında əsəbləşmişdiniz, hakimlə bağlı narazılıq vurdu. Onunla bağlı bir sevmiş fikir. Bəli, həddindən artıq narazı idim, həddindən artıq əsəbləşmişdik. Yəni, bilirsiniz necədir, oyun gedişatında biraz səbirli olursan, amma bu cür epizodlar üst-üstə gələndə əlbəttə ki, artıq yəni, biz də öz emosiyalarımızı saxlaya bilmirik, özümüzdən çıxırıq. Yəni, fikirləşirəm ki, ümumiyyətlə son oyunlar, yəni bizim oyunlardakı hakimliklər yəni həddindən aşağı səviyyədədir. Yəni bunun səbəbini indi deyə bilmərəm. Çünki o birisi oyunlarda hökmən hakimliyə mən baxmıram. Yəni bunlar baxırsan rəqiblərə, baxırsan oyuna. Yəni amma fikirləşirəm ki, bugünkü və bundan əvvəlki oyunlarda da həddindən artıq və bu cür şeylər olurdu. Heç xoşumuza gəlmədi. Yəni temp öldürmək və bir tərəfli qərarlar, yəni demək olar ki, verilən cərimələr də hamısı bizim qapımıza olan olmayan bilmirəm. Bu nədən irəli gəlir? Yəni bu da bizi narahat eləməyə başlayıb açığı. Başqa suallar yoxdursa, indi bağırda var. Samuel, inşallah növbəti kubok oyunu var Allahın köməyi ilə. Oyuna baxdınız. Beyninizə hansı dəyişikliklər eləmək istəyirsiniz? Yəni ilk olaraq misal olsun, sabahla oyunda, bu oyunun komandalar fərqli komandalardır. Onunla bağlı təəssüratlar elə. Yəni bu günləri biz öz oyunumuza da köklənməliyik, öz oyunumuzda eləyəcək şeyləri, yəni həyata keçirməliyik yaxşı tərəfdən. Yəni bu qədər epizodlar, yenə də deyirəm, nə qədər istəsən də bu günləri desək, yəni bu qədər epizod yaradacaq. Əsas bizim işimiz nədir? Bir məşq olaraq, məşqçi olaraq bu qədər epizod yaratmaq. Amma o sonucluq yenə də deyirəm, bu həddindən artıq çətin məsələdir. Onu, yəni, bu günləri heç kim, nə siz, nə mən də deyə bilmərəm ki, necə deyə bilmərəm, moment keçəndən sonra deyə bilərik ki, filan kəs o tərəfə vursaydı qol olardı. Amma o insan o momentə düşəndə öz verdiyi qərara bağlı hərəkət edir. Onun üçün də çalışacağıq ki, birinci oyunda öz meydançamızda da hər şey eləyək. Düz həddindən artıq çox itkilərimiz var və yəni necə deyim, apasasiya elədiyimiz, qorxduğumuz məqamlar da var ki, ola bilər 1-2-3 dənə də oyuncunu itirək və ən azından inşallah təki komandanın oyuncuları sağlam olsun ki, bu oyunlara da artıq son şans kimi çıxaq. Sağ olun. Samuel, milli komandadakı vəziyyəti hamımız yaxşı bilirik. Milli komandaya yollamış Neftçi futbolçuları düşərgəyə. Onsuz da siz gələndən sonra həm mental olaraq futbolçuları düzəltmək istəyirdiniz. Bu millinin bu uğursuz nəticələrindən sonra milli üzvləri, Neftçinin milli üzvlərini biraz da mental olaraq problemə soxurdumu və qayıdandan sonra onların durumu daha da pis idimi? Onları necə motivasiya elədiniz onlara? Yəni ki, əlbəttə uduzmaqlar hər bir insanı, hər bir millinin, Azərbaycanlını üzür, həmçinin də mənim futbolçularım. Bu günləri psixolojidən də əlavə onların fiziki durumu həddindən artıq yaxşı vəziyyətdə deyildi oradan gələndən sonra. Bu sırf milli səbəbdir deyə belə bir şeylər gətirmirəm. Sadəcə
biraz Rıza narahat eləyir ki, Zədəli qayıtdı oradan və Zədəli də son oyuna buraxmışlar onu. Bilmirəm nəyə görə, bunları araşdırırıq. Beləncə məqamlar, yəni əsas qapıçımızdır. Beləncə məqamlar bizi həddindən artıq narahat eləyir ki, gələn oyuna da Rızanı itirə bilərik. Amma digər oyunçular bilirsiniz necədir? Biz daha da soruşduqda, daha da onlarla danışdıqca mən fikirləşirəm ki, hərdən elə bir şeylər eləməlisən ki, oyunçuları boş verməlisən ki, özləri bu situasiyadan çıxsın və fikirləşəndəndir ki, ora gedən biri Ağadadaş idi, o da cavandır, bəlkə o qədər də o elə şeyləri dərk eləmir. Amma Camalov doğrudan da həm psixoloji görürdün ki, yaxşı deyil. Çünki Camalov həddindən artıq həm burada uduzanda, Neftçidə həddindən artıq bizim necə əsəbləşən futbolçudur. Həddindən artıq xarakterli uşaqdır. Onunla danışdıq. Amma eləyəsi bir şey yoxdur. Eləyəsi bir şey yoxdur. Milliyə də gələn oyunlarda uğurlar. Sağ olun. Amma elə düzdür, biraz Sabahın oyununa bağlı danışdınız. Əsas hücumçumuz son oyunlarda Sambo olmayacaq. Son oyunlarda əsas oyuncumuz olub. Amma Darbonun qayıtmağı, Ramil Şeydəyevin biraz yavaş-yavaş sanki özünə gəlməyə sevindirici məqam varmı? Sabahın oyundan öncə ümumiyyətlə pozitiv bir məqam hansıdır? Nə tapırsınız? Yox, ümumiyyətlə bizdə həmən oyun qabağı negativ bir şey yoxdur. Nəzərə almasaq ki, bu oyun üzüntümüzdür, indi keçəcəyik. Sabaha kimi də, sabah da gələndə məşqə çalışacaq. Bunları hamısını keçmişdə qalan kimi qoyaq kənara və həmən oyuna hazırlaşaq. Bizdə negativ həmən oyuna görə bu dəqiqələri heç nə yoxdur. Bəli, üzülürük bu gün xal itirməyimizə görə, amma bu günləri oyunçular barəsində individual danışmaq istəmirəm. Kim yaxşı vəziyyətdədir, kim pis vəziyyətdədir. Sadəcə Sambonu itirmək, doğrudan da son oyunlar görsədir ki, girir, qol vurur, oyundan qol vurur. Bu biz üçün həddindən artıq pisdir. Sözün açığı mən elə də başa düşmürəm ki, o niyə qırmızı aldı. Elə də anlamıram ki, niyə onun qırmızısı ləğv olunmadı. Yəni, dəfələrlə epizodlar da var ki, bundan da pis, sərt epizodlar göndərmişik ki, yəni son oyunu deyərdim, Nottingham Forest-lə Manchester City-də. Orada bir moment var ki, yəni bundan da pisdir, referi sarı da belə vermir. Amma burada, yəni, bu iki oyun nə idi, məqsəd nə idi, niyə belə elədilər, elə də bu mənim üçün qaranlıq qalır. Düzdür, mən bunu bilməyəcəm də niyə belə oldu, amma fakt odur ki, biz lazımsız yerə və yersiz yerə oyuncumuzu itirdik.